Çünkü 30 il bundan önce ben anamla, onda benim 4-5 yaşım var idi. Anam məni həmişə özü ilə səhnəyə çıxardırdı. Bəli. Xatırlayıram o qara uzun saçlar. Bəli. Mənim öz istəyim idi. Yəni mən özüm istəyirdim oxumaq. Belə olmayıb ki, anam özü məni çıxartsın məcburən ki, mənim qızım da ona görə. Öz istəyim olub və anam çıxardı məni səhnəyə. Hər zaman və yəni belə hal olubmu ki, baxasan Aygün xanıma və ürəyin yansın ki, niyə bu qədər əziyyət çəkir, niyə özünü bu qədər yorur? Hər bir əziyyətin bəhrəsi var. Vüsalə xanım, siz də bunu bilirsiniz. Şirin yorğunluqlar görürəm. Məsəl üçün. Hardasa bəli, ayağı məsəl üçün də hardasa biraz ağrıyar. Çünki çox hündür dabanda. Neçə saatlarla səhnədəndə rəqs edir, dinamika var, dayanmır, maşallah Aygün xanım. Şirin yorğunluqlar. Yəni hər mahnıya uyğun bir performansa girir, sanki bir cildə girir, başqalaşır qarşımızda. Mən də bir övlad kimi hər zaman anamın yanındayım. Yəni ki, necə ki sizin övladınız, necə ki bütün övladlar öz valideynin yanındadır. Mən də hər zaman bir onun qızı kimi, rəfiqəsi kimi, yəni Allah can sağlığı versin. Nəyi çox sevir?